Mercedes W210 3.2 motor. 2001-ci il. Abroda diqqət edin ki, harda qalıb. Maşına qaz verirsən, qaz yoxdur. İndi hal-hazırda söndürüb kodlamışıq, yəni maşın normal vəziyyətdədir, yəni qaz götürür. Maşında olan problem nədir? Hal-hazırda no malfunctiondur. Normalda burada ESP, bax hal-hazırda ESP-in işarəsi yanır, çünki test gedir. Yəni ESP-in işarəsi yanılı qalır, maşına qaz verirsən, qaz yoxdur. Maşın evakuatorla yanımıza yaxınlaşıb, indi hal-hazırda maşını kodlamışıq, abrot bax belə 17-16-da durur. İndi bu problemin üzərində işləyəcəyik, problemin səbəbini də göstərəcəm. Yekunda işimizin nəticəsini də paylaşacağım, baxarsınız. Deməli, test vermişik. Bu katalizatorlar heç, yəni bu problemlə əlaqəli deyil. Burada göstərilən elektron pedal qaz, indi göstərəcəm maşının üzərində. Bax, bu elektron pedal qaz budur. Qazın itməsinə səbəb olan datçik bax odur. Sadəcə onunla bərabər datçik Hoplar Raspberry datçikidir, Zaslonkanın aşıbqasıdır, Volkswagenin aşıbqasıdır, bu şeylər də. Yəni adicə adaptasiya pozulanda da qaz itmə problemi ola bilər, Zaslonkanın problemi olanda da qaz itmə problemi ola bilər. İndi araşdıraq görək problemin kökü nədir? O problemi aradan qaldıraq ki, bir dəfəlik bu problem aradan qalsın. Adaptasiya elədik, bir dənə bir yerdə yoxlayaq. Görək nə effekt verir. Zamoku açırıq. Otladıq. Normal qaydasına düşüb. Qaz verək. Hal-hazırda normal vəziyyətdədir. Yəni adaptasiya eləmişik, başqa heç bir detal dəyişilməyib. Amma baxacağam, Volkswagenin parametrinə də baxacağam. Ehtiyac olsa Volkswagen dəyişiləcək. Bir də Zaslonkanın vəziyyəti pis olduğuna görə Zaslonka yuyulub, təkrar adaptasiya olunub müştəriyə təhvil verilməlidir. Elektron qaz pedal da yoxlanılacaq. Ehtiyac olsa o da dəyişiləcək. Yəni hal-hazırda ehtiyac yoxdur. Bunlarda xəstəlikdir. Zaslonkanın boltun biraz çox sıxanda sarvat olur yeri. Sarvat olanda da məcbur bunu germetika ilə oturtururlar. Germetika ilə oturturanda da ki, boltlarını açmışıq, Zaslonka buradan çıxmır, yapışıb. Zaslonkanı bax bu ilə açırıq, bax. Bunu saxla. Ya Allah. Gördünüz? Gör nə vəziyyətdədir buna bax. Zaslonkanın bax belə germetika ilə yapışdırıblar yerinə. İndi bu özü də təmizlənəcək. Ala bunu edir. Yeri də təmizlənəcək. Boltun da ki, görək nə edirik. Bir şey fikirləşərik. Bu Volkswagen üstdən çıxmadı, işlənmiş alınıb qoyulub üstünə. Parametrinə baxmışam, yaxşı deyil. Ona görə məsləhət görürəm ki, orijinal qoyulsun üstünə. Çünki adaptasiya через Volkswagen gedir. Volkswagen yaxşı olmayanda Zaslonka yuyulub adaptasiya olunsa da effekti ala bilmirsiniz. Ona görə mütləq dəyişmək lazımdır. Bir-iki dənə şlanqlar var idi, onları dəyişdik. Bu elektron qaz pedaldakı saxlayırıq sonraya. Yekunda baxacağıq vəziyyətə. Zaslonka bax belə yuyuldu, təmizləndi. Bu da bizim o məşhur daş stəkan. İşin yekununu gözləyir. Hal-hazırda test sürüşünə çıxmışıq. 3.2 motordur da, yəni buna qaz verəndə ruvok güclü olmalıdır. Görürsünüz ki, döndürən kimi zimer kalır. Ay maşallah. Ay gözəl. Yaxşıdır, yaxşıdır. Çox da şey eləmə, həvəslənmə. Ehtiyatlı ol. Hər şey əla, yüksək səviyyədə. Abrotdakı ideal. Birdən aşağıda. Maşın yanımıza gələndə 15, 16, 17-də idi. Hər şey qaydasındadır. Maşın hal-hazırda xoddadır. Qardaş bunun eşqinə gəlib ki, yəni mənim maşınımı elə düzəlt ki, bu daş stəkandakı su tərpənməsin. Maşallah olsun, ideal vəziyyətdədir. Yəni qaz da verək, qazdan sonra görək özü necə göstərir. Gözləyək. Şu ideal vəziyyətdə xeyirli olsun.